Amerika rəssamı Grant Wood 1930-cu ildə Çikaqoda bu əsəri nümayiş etdirdi. Amerikan Gotikası adlı bu tablo Ayova ştatının sakinlərinin heç də xoşuna gəlmədi. Rəssam onlardan hədə dolu məktublar almağa başladı. Sakinlər rəssamın onları sarsaq kəndçi kimi təsvir etdiyini deyirdilər. Bir qadın isə demişdi ki, rəssamla qarşılaşsa onun qulağını dişləyəcək. Amerikan fermerləri rəssamdan üzr gözləyirdilər. Rəssam isə dedi ki, o özü Ayova ştatında anadan olub. Tablodakı qadın onun bacısıdır, yanındakı kişi isə qonşusu diş həkimidir və o heç kimi təhqir etmək istəməyib. O bu ştatın sakinlərinin dəyanətini nümayiş etdirmək arzusunda olub. Bu rəsm əsəri çox tanınan tablolardan biridir.